Prezident Administrasiyasının sabiq rəhbəri hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevlə bağlı yeni məlumatlar var. Günün Səsi İnfonun məlumatına görə gecə saatlarında Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb və onun yaşadığı ünvana təcili tibbi yardım çağırılıb. Ramiz Mehdiyevin ailəsi dövlətin təcili tibbi yardım xidmətinə müraciət etməyib. Ramiz Mehdiyev üçün özəl klinikalardan birindən həkim briqadası dəvət edilib. Həkimlərin ilkin tibbi müdaxiləsindən sonra Ramiz Mehdiyevin vəziyyətinin stabilləşdiyi bildirilir. Məlumata əsasən 86 yaşlı sabiq prezident aparatı rəhbəri uzun müddətli tənəffüs yolları ilə bağlı problemlərdən əziyyət çəkir və son günlər bu problemlər kəskinləşib. Xatırladaq ki, Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən dövlət çevrilişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.